Mən də gəldim dalıca. Gəlmişəm ora. Xanım deyir, yeməyimiz ucu hazırdır, qoyublar şeyə də kartoşka ucu soyur orada. 2 dənə də burger, menü götürmüşəm. Qulaq aslında söz danışım. Hə, nə başınız ağrıdım? Nə deyirdim? Hə, bu mənə desə ki, xanım deyir, 2 dənə deyir zakaz vermişiz. Sizin pulunuzu, o bursu müştəriden almışıq. Deyir, mən yaxçıda, mən indi özümkini ödeyim. Yo, deyir, siz deyir, bu pulu ödəyin oğlana, müştəriyə. Hə, o ilə hesablaşın. Dedim, başa düşmədim. Mən nə şey eləyirəm onu? Dedi, 1 dəqiqə gözləyin. Mən də gözləyirəm, 10 dəqiqədə keçib, yemək qalıb orada, olub lırt orada. Kartoşka da soydu, nədir? Apar tulla. Yığmışam bura, ac. Mən də ac oldum, oluram eşşək kimi hissli əsəbi. Karol, çox sağ ol. Olmuşam, tutub damarım. Yığıram da. Günel də mənə baxır, gəlib damarım. Hə, oğlan gəldi, 2 dost. Oğlan deyir ki, mən ödəniş elədim. Mən sizə 25 manat pul verdim. O deyir ki, hə, 16 manat çıxdı xanımın şeylə. Sizin şotunuz 25 manat elədi, xanım da 16 manat elədi. Siz xanım indi bizə ödəniş edir, siz xanıma 9 manat qaytarmalısınız. Hə, uca beynim çöndü. Nə yemisən? Köklü aş. Turşulu aş olsun. Turşulu aş. Dedim, xanım, dedim, bu mənim işim deyil, bu sənin işindir. Yeməyim oldu orada soğuq. Başa düşmürəm, götür ştorno elə, dedim, ştorno elə. Haqq hesabı çıx oğlandan, mən sənə ödəyim, mən oğlanla niyə ünsiyyət qurmalıyam orada? Hə? Ay xanım, tutub, qışqırıram orada, hayatsızlığım tutub, o dağlı damarımda var, bir yağlı damarım. Dedim, başa düşmədim. Uca beynim çönüb. Başa düşmədim, dedim. Mən niyə dedim oğlanla ünsiyyət qurmalıyam? Hesab sənin deyil. Sən məndən hesabımı al. Hesabımı. Sən qıza pul ödəm. Oğlanla hesablaşmalısan. 9 manatı ona qaytarmalısan. Başa düşmədim. İşçi bəyəm odur. Mən səndən alıram yeməyi. Ona niyə pul qaytarmalıyam ki? Başa düşmədim. Hə, siz deyir aravızı. Dedim, elə şey yoxdur. Bir dənə orada qışqırış saldım. Çünki acam. Kukulka besdir. Çünki acam. Hə. Neysə, pulu verdim, ödədim. Oğlana dedi ki, 9'a götürdüm karşılıqmağa. Dedim, indi mənim yeməyimi tez elə. Kartuşkam olub bumbuz. 20 dəqiqədir mən burada kassada durmuşam. Getirdi, buradan müdiriyyəti deyirəm sizə. Xahiş edirəm, işçilərimizə nəzarət eləyin. Yeynədilər. İndi bunlar ağıllı şeylər. Kartuşkanın sveji verdilər. Börgüləri yenə bumbuz verdilər. Bir də qələt edirəm, orada yemək alaram. Düzgündür bu, ay bacı. Səhv süzündür. Səhvi süz eləmişsiniz. Mən nə üçün oturmalıyam orada hansısa qarşı cinslə orada haqq hesab eləməliyəm?